Salamlar, sayğılar əziz dostlar. Bu cələsə kimlər gəldi, kimlər getdi mahnısının amuzişinə başlayıram. Bu mahnı şur dəstgahındadır. Əlbəttə mən re şuru yerindən not nevisi eləmişəm və re şuru yerindən tədris olunacaq. Ona görə kökümüz redir. Tiyunerlə kökləsək, az simlər və orta simlər bu halətdə köklənir. Əlbəttə, orta simlərimizin bir simin besurəti bəm kökləyə bilirik. Yəni, biri zirri olsun, biri bəmri. Və üst simlərin kökü. Bu mahnıda si bemol pərdəsi işlənəcək si əvəzinə. Bu pərdə. Və həmçinin mi bemol da işlənəcək, bəzən mi bekar da işlənəcək. Bəqiyyə pərdələr öz yerindədir. Ritmimiz, ölçümüz 3-4'dür. Əvvəl bölümün çalğısını çalım, başlayaq amuzişinə. Bu çalğısı idi, başlayaq indi amuzişə, mizan be mizan. Mizanı əvvəl bu halətdədir çalğısı. Əvvəli sukutla başlayır. Eləyə bilirik o sukutun əvəzinə bir mizrab orta simə vuraq. Es, sukutdan mənzur esdir. Es, idamədə 3-cü barmağının solda rastı mizrab. Fada çəp mizrab, dubarə solda rastı mizrab, fada çəp mizrab. Pəs bir dənə sukut oldu, rastı mizrab, orta simə vurduq. İdamədə 4 mizrabı rast çəp vurduq, sol, fa, sol, fa. Bu halətdə aramı. Es, sol, fa, sol, fa. Bu halətdə oldu ki, biraz səriləşir olur. Es, sol, fa, sol, fa. Es, sol, fa, sol, fa. Bu halətdə çaldıq. Gedək 2-ci mizana. 2-ci mizan bir pərdə bəmdən başlayır. Bu halətdədir.